Təhsil bəs nə dərəcədə önəmlidir? Son dönəmdə belə deyim, yəni başqa bir ölkələrə də Hı hı. baxdıqda, yəni təhsilin önəmi o qədər əhəmiyyətli deyil ki, nəinki təcrübənin, digər xarici ölkələrdə biz baxaq. Məsələn, IT sahəsində tarix oxuyan şəxs məsələn işləyə bilər. Ancaq bizim ölkədə namizəd seçiminə çox təsir edən faktor kimi idi. Yenə də o alırmı aktuallığı həmin mövzunun? Açığı Azərbaycanın əmək bazarında, xüsusilə də bu təhsil istiqamətində seçim zamanı nə qədər namizədin həmin o vakant vəzifədə tələb olunan istiqamətdə nəzəri biliklərinin olması tələbi üstünlük təşkil edə bilər, lakin bu gün seçim kriteriyası deyil. Nəzəri bilik təkcə təhsil müddətində də alınır. Yəni universitetdə oxuduğum vaxtda mı əldə edirlər? Bilirsiniz, bir 15 il bundan öncəyə baxsaq biz görərik ki, işə götürənlər çalışırlar ki, həmin o sahənin uyğun təhsili olan şəxsləri cəlb etsinlər, amma bu gün akademik imkanlardan əlavə kifayət qədər xüsusi sertifikasiyalı kurslar vardır ki, məsəl üçün mən tələbə olmazdan öncə seçimimi bəlkə də düzgün etməmişdim və bu gün mənə maraq doğuran istiqamətdə getmək istəyirəm və daha çox motivasiyalıyam ki, onu öyrənim. Ona görə işə götürən də artıq onun ilkin təhsilinin nə olduğuna deyil də marağının harda olduğuna ki, bu daha uzun müddətli xarakter daşıyacaq. Ona görə hər zaman misal üçün ABC sektorunda tələb olunan ixtisasa seçim zamanı belə onun təhsilinin o istiqamətdə olmadığı namizədlər arasında da seçimlər edilir.